90-cı illərin əvvəllərində ölkədə xaos və dərin böhran hökm sürürdü. Müstəqilliyimiz təhlükə ilə üz-üzə qalmışdı. Belə bir ağır şəraitdə xalqın təkidli çağırışlarına cavab olaraq Ulu Öndər Heydər Əliyevin 1993-cü ilin iyununda Naxçıvandan Bakıya qayıtması Azərbaycan tarixinin həlledici dönüş nöqtəsi oldu. Sabunçu rayon icra hakimiyyətinin və YAP rayon təşkilatının birgə təşkilatçılığı ilə Qurtuluş gününə həsr olunan tədbirdə bildirilib ki, ümummilli liderin çoxşaxəli fəaliyyəti nəticəsində ölkəmiz dinamik inkişaf edən, beynəlxalq miqyasda nüfuzu günü-gündən artan bir dövlətə çevrildi. Ulu Öndərin mütərəqqi siyasətini Prezident İlham Əliyev uğurla davam etdirir. Məhz bunun nəticəsidir ki, Ermənistanın 30 ilə yaxın müddətdə işğal altında saxladığı əzəli torpaqlarımız Müzəffər Ali Baş Komandanın müdrik rəhbərliyi ilə şanlı ordumuz tərəfindən cəmi 44 gün ərzində azad edildi. Tədbir bədii hissə ilə davam edib.